Kainatın ritmi bu bazar günündə bizə tamamilə fərqli və təravətli enerjilər bəxş edir. 7 iyun tarixinə ulduzların parlaq bələdçiliyi ilə başlamağa hazırsınızsa, gəlin göy üzünün pıçıltılarına birlikdə qulaq asaq. Bürclərin sehirli səs səyahəti başlayır. Qoç. Pazar ki istirahətin dadını çıxarmaq vaxtıdır, əziz qoçlar. 7 iyun günü sizə uzun müddətdir ehtiyac duyduğunuz o fiziki və zehni dincəlməni gətirir. Bugün tələsik qərarlar verməkdən və ya ağır fiziki işlərlə özünüzü yormaqdan qaçın. Yaxın dostlarınızla və ya ailə üzvlərinizlə birlikdə keçirəcəyiniz sakit bir gün daxili motivasiyanızı yenidən bərpa edəcək. Həyatın ritmini biraz yavaşlatmaq sizə qətiyyən geriləmək kimi gəlməsin, əksinə, gələn həftənin böyük hədəfləri üçün enerji toplayırsınız. Özünüzə qayğı göstərməyi bugün ilk sıraya qoyun. Buğa. Həyatın estetik gözəlliklərini hiss etmək üçün möhtəşəm bir bazar günüdür, dəyərli buğalar. 7 iyun tarixində təbiətlə baş-başa qalmaq, bəlkə də bağ-bağça işləri ilə məşğul olmaq və ya evinizdə fərqli bir dekorasiya yaratmaq sizə böyük zövq verəcək. Maddi mövzularda daxili rahatlığınız tam yerindədir və bu, gələcəyə daha inamla baxmağınıza kömək edir. Sevdiyiniz insanla keçirəcəyiniz səmimi və romantik anlar aranızdakı bağları daha da möhkəmləndirəcək. Bugün ruhunuzu qidalandıracaq gözəl musiqilərə və dadlı təamlara mütləq yer ayırın. Əkizlər. Zehninizin parlaq ideyalarla və maraqlı suallarla dolub daşacağı fəal bir gün sizi gözləyir, əziz əkizlər. 7 iyun günü yaxın ətrafınızla, bacı-qardaşlarınızla olan ünsiyyətiniz xüsusi bir canlılıq qazanacaq. Yeni bir kitab oxumaq, maraqlı bir mövzuda sənədli film izləmək və ya uzun müddətdir danışmadığınız bir dostunuza zəng etmək üçün əla zamandır. Sözlərinizin təsir gücü bugün çox yüksəkdir, ona görə də fikirlərinizi bölüşərək ətrafınızdakı insanlara ilham verə bilərsiniz. Ağlınıza gələn fərqli layihələri qeyd etməyi unutmayın. Xərçəng. Daxili hüzurunuzu və ailə xoşbəxtliyinizi qorumaq bugün sizin üçün hər şeydən önəmli olacaq, zərif xərçənglər. 7 iyun tarixində özünüzə ən təhlükəsiz hiss etdiyiniz məkanda, yəni evinizdə vaxt keçirmək sizə mənəvi güc bəxş edəcək. Doğmalarınızın qayğısına qalmaq və onlardan eyni isti sevgini görmək ruhunuza dərman kimi gələcək. Keçmişə dair gözəl xatirələr zehninizdə canlana bilər, lakin bugünün gətirdiyi gözəllikləri də qaçırmamağa çalışın. İntuisiyanız sizə kimə güvənib güvənməyəcəyinizi çox aydın şəkildə pıçıldayacaq, ona qulaq asın. Şir. Cazibənizin və özgüvəninizin ətrafa işıq saçacağı möhtəşəm bir gün gəlir, lider ruhlu şirlər. 7 iyun günü sosial mühitlərdə diqqət mərkəzində olmaq, yaradıcı istedadlarınızı nümayiş etdirmək üçün göy üzü sizi tamamilə dəstəkləyir. Yeni tanışlıqlar və ya dost məclislərində edəcəyiniz maraqlı çıxışlar sizə böyük rəğbət qazandıracaq. Eşq həyatınızda da olduqca romantik və canlı hadisələr yaşana bilər, ürəyinizi xoş sürprizlərə açın. Sadəcə ətrafdakı insanların da fikirlərinə diqqət yetirməyi və egonuzu tarazlıqda saxlamağı unutmamağınız vacibdir. Qız. Zehninizi lazımsız detallardan və gərəksiz qayğılardan təmizləmək üçün əla bir bazar günüdür, əziz qızlar. 7 iyun tarixində həyatın gərgin ritmini bir kənara qoyub, sadəcə öz daxili dünyanıza fokuslanmaq sizə inanılmaz bir yüngüllük bəxş edəcək. Maddi planlarınızı və gələcək büdcənizi sakit bir kafedə və ya evinizdə gözdən keçirmək üçün ideal zamandasınız. Hər şeyi qüsursuz etmək məcburiyyətində deyilsiniz, bəzən axışa buraxmaq ən böyük müdriklikdir. Sağlamlığınıza, yuxu və qidalanma rejiminizə bugün xüsusi qayğı göstərməyi unutmayın. Tərəzi. Həyatınızda harmoniya, gözəllik və ədalət duyğusunun pik nöqtəyə çatacağı bir gündür, sevimli tərəzilər. 7 iyun günü ikili münasibətlərinizdə, xüsusilə də sevgi həyatınızda unudulmaz anlar yaşaya bilərsiniz. Partnyorunuzla səmimi, dərin və anlayışlı söhbətlər etmək aranızdakı bütün inciklikləri tamamilə yox edəcək. Estetik zövqünüz bugün çox yüksəkdir, incəsənətlə məşğul olmaq və ya gözəl bir mühitdə vaxt keçirmək ruhunuzu yeniləyəcək. İnsanlar arasında əsl sülh yaradıcısı kimi çıxış edəcək və hər kəsin sevgisini qazanacaqsınız. Əqrəb. Daxili gücünüzün və sirli energetikanızın maksimum dərəcədə yüksələcəyi bir gündür, güclü əqrəblər. 7 iyun tarixində səthi mövzulardan tamamilə uzaqlaşıb, ruhunuzu dərindən düşündürən məsələlərə yönələcəksiniz.
Gizli qalmış bəzi həqiqətləri və ya insanların əsl niyyətlərini intuisiyanız sayəsində çox asanlıqla hiss edə bilərsiniz. Bu gün şəxsi sərhədlərinizi qorumaq və enerjinizi boşa xərcləməmək olduqca vacibdir. Yaradıcı və ya mistik araşdırmalarla məşğul olmaq zehninizi dincəldəcək. Şübhələri bir kənara qoyub, daxili transformasiyanın dadını çıxarın. Oxatan. Azadlıq eşqinizin və nikbin ruhunuzun sizi yeni üfüqlərə aparacağı bir bazar günüdür, əziz oxatanlar. 7 iyun günü evdə oturmaq sizin sərbəst təbiətinizə heç cür uyğun gəlməyəcək. Açıq havada gəzintilər, təbiət qoynunda vaxt keçirmək və ya fərqli yerləri kəşf etmək sizə böyük xoşbəxtlik bəxş edəcək. Fəlsəfi və dini mövzular, fərqli mədəniyyətlər bugün diqqətinizi çəkə bilər. Ətrafınızdakı insanlara bəxş etdiyiniz o pozitiv enerji hər kəsin əhvalını yüksəldəcək. Gələcəklə bağlı böyük xəyallar qurmaqdan və onlara inanmaqdan əsla çəkinməyin. Oğlaq. Gələcək hədəflərinizi və uzun müddətli planlarınızı sakit bir mühitdə dəyərləndirmək üçün çox uğurlu bir gündür, çalışqan oğlaqlar. 7 iyun tarixində işgüzar təlasları bir kənara qoyub, şəxsi həyatınızdakı sabitliyə fokuslanmalısınız. Ailə böyükləri və ya təcrübəli insanlarla edəcəyiniz söhbətlər sizə gələcək addımlarınız üçün dəyərli ipuçları verə bilər. Maddi mövzularda göstərdiyiniz təmkinli yanaşma tezliklə öz müsbət bəhrəsini verəcək. Bu axşam özünüzə layiqli bir istirahət hədiyyə edin, çünki uğurlu bir karyera həm də sağlam və dincəlmiş bir ruh tələb edir. Dolça. Orijinal ideyalarınız və fərqli baxış bucağınızla ətrafı heyrətləndirməyə davam edirsiniz, vizyoner dolçalar. 7 iyun günü sosial layihələr, dost qrupları ilə maraqlı fəaliyyətlər və gələcək xəyallarınız ön planda olacaq. İnsanların standart qəliblərinə sığmayan fikirləriniz bugün böyük dəstək və rəğbət qazana bilər. Daxili azadlığınızı qorumaq və fərqliliyinizi nümayiş etdirmək sizə əlavə güc verəcək. Kiminsə sizi məhdudlaşdırmasına icazə vermədən ulduzların gətirdiyi bu yenilikçi enerjinin dadını çıxarın. Şans hər addımda sizinlədir. Balıq. Zəngin xəyal dünyanızın və dərin emosiyalarınızın zirvəyə ucalacağı sehirli bir gündür, möcüzəvi balıqlar. 7 iyun tarixində sənətlə məşğul olmaq, yazı yazmaq, gözəl musiqilər dinləmək ruhunuzu tam mənası ilə qidalandıracaq. İntuisiyanız o qədər güclüdür ki, sevdiyiniz insanların hələ dilə gətirmədiyi daxili ağrılarını və sevinclərini uzaqdan hiss edəcəksiniz. Şəfqətli və mərhəmətli təbiətiniz bugün bir çox insana ümid işığı olacaq. Özünüzü mənfi xarici enerjilərdən qoruyun, daxili sərhədlərinizi çəkməyi və ruhunuza hüzur verən məkanlarda qalmağı unutmayın. 7 iyun tarixi üçün ulduzların sizə pıçıldadığı sirli rəhbərlik bu şəkildə idi. Ümid edirəm ki, bu gözəl bazar günü hər birinizə daxili hüzur, bol sevinç və bol bərəkət gətirəcək. Kainatın sonsuz nuru hər zaman yolunuzu aydınlatsın. Sabah eyni vaxtda yeni həftənin proqnozu ilə görüşənədək özünüzə yaxşı baxın və ulduzlardan ayrılmayın.